Hər gün McDonald's yemək Trumpı kökəldib. Onun səhhətində də problemlər yaranıb. Ağ Ev Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın illik tibbi müayinəsinin nəticələrini açıqlayıb. Hesabatda Trumpa çəki azaltmaq və fiziki aktivliyi artırmaq tövsiyə olunub. Məlumata görə 80 yaşlı Donald Trumpın boyu 191 sm, çəkisi isə 108 kiloqramdır. Bu göstərici ötən illə müqayisədə təxminən 6 kiloqram artım deməkdir. Trumpın şəxsi həkimi bildirib ki, profilaktik tədbir kimi Trumpa pəhrizə diqqət yetirmək, daha çox fiziki fəaliyyətlə məşğul olmaq və çəki azaltmaq məsləhət görülüb. Həmçinin onun ürək yaşının bioloji yaşından təxminən 14 il daha gənc olduğu da vurğulanıb. Sənədə əsasən Donald Trump koqnitiv qiymətləndirmə testində maksimum nəticə göstərərək 30 mümkün balın hamısını toplayıb. Hesabatda prezidentin sağ əlində müşahidə olunan göyərmələrə də aydınlıq gətirilib. Həkimlərin fikrincə bu izlər tez-tez əl sıxması və ürək-damar sağlamlığının qorunması məqsədi ilə qəbul etdiyi aspirinlə əlaqədar yaranan yüngül toxuma qıcıqlanmasının nəticəsidir.